Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün sizə satışda olan daha bir mənzili təqdim edirəm. Başlamadan öncə 2 saniyənizi ayırıb kanalımıza abunə olmağı, videoda bəyənməyi və bu gözəl mənzil haqqında fikirlərinizi bizlə bölüşməyi unutmayın. Mənzil yerləşir Nərimanovda, Qarabağ küçəsində, Təhsil Nazirliyinin arxa hissəsində, Heydər Əliyev mərkəzinə yaxın bir yerdədir. Yeni tikili binada yeni təmirli mənzildir və bütün mebel və texnika ilə təmin olunub. İndi mən mənzildə olan hər bir şey, hər bir detalı sizin nəzərinizə çatdıracağam. Başlayırıq. Giriş hissədən giriş qapımızı görürsünüz. Girişdən daxil olduqda üzbəüz bu hissədə güzgümüz yerləşdirilib. Gizli işıqla aşağı hissəsi şkafdır. Burada paltar asmaq üçün də yerlər nəzərə alınıb. Girişdən sağ tərəfdə yenə divarda bu hissədə də böyük güzgümüz yerləşdirilib. Döşəmə qranitdir, üstü döşəmə ilə təchiz olunub, işıqlandırmada spotlardan istifadə olunub, mənzilin gözəl dizaynı da var, hər bir şey, əşyalar, rənglər bir-birinə uyğunlaşdırılıb, ona görə də mənzil, belə deyim, insanın gözünü yormur. Bura qonaq otağı hissəsidir, görürsünüz, dediyim kimi hər bir şey var, göstərimlə var. Divanımız, o hissədə 6 nəfərlik masamız yerləşdirilib, yuxarı üstündə lüstrumuz var. Bu hissədə yenə güzgülərimiz, buralar kondisionerdə qoyulub hazırdır. Pərdəmiz asılıb. O hissədə də yenə buramız var. Televizor, aşağı hissəsi şkafdır bu hissədə. Yəni TV-sin burada yığılıb. Arxa tərəfdən də göstərim tam olaraq. Gözəl də görüntüsü var. Dediyim kimi mənzildə başdan başa üstü döşəmə ilə təchiz olunub. Mərkəzdə gözəl jurnalımız. Nəzərinizə çatdırım ki, mənzil bir otaqdan 2 otağa düzəlmədir. Ona görə mətbəx hissə burada yığılıb. Ara kəsmə sürgülü qapı ilə ayrılır. İçərisinin genişliyi normaldır. Ümumilikdə mətbəx mebeli də yaxşıdır, yeni yığılıb. Yəni yuxarı hissələr də şkafdır. Gəlin içərisində göstərim. Yəni dərinlik barədə təsəvvürünüz yaransın. Üstü mərmərdir, qaz peçi, aspirator, soyuducu, yəni bunlar hamısı var, hamısı yerləşdirilir. Yəni mənzil hazırda əlavə nəyisə almağa ehtiyac yoxdur. Sadəcə gəlib yaşamaq qalır. Bu hissədə də belə bir dekorumuz var. Əşya, aksesuar hər bir şey yerləşdirmək üçün nəzərə alınıb. Girişdən gəldikdə bu hissədə sağ tərəfdə paltaryan üçün yer. Burada nəzərə alınıb, görürsünüz, paltaryan da yerləşdirir. Hazırda yuxarı hissəsində şkaflar hamısı yığılıb. Buradan keçirik mənzilin yataq otağına. Yataq otağında ölçüsü normaldır. Yəni belə deyim, taxtımız rahatlıqla yerləşib, görürsünüz. Əlavə olaraq yerlər də var. Buradan mənzilin eyvanına da çıxış var. Bir eyvanı var, orada çıxış yataq otağındandır. Burada əlavə nəyimiz var? Divarda güzgülərdən istifadə olunub. Təşkil işıqlar da yerləşdirilib. Burada yenə böyük güzgümüz. Gizli işıqlar eyni ilə sağ tərəfdə yenə. Ümumiyyətlə mənzildə güzgülərdən çox istifadə olunub. Tavan hissəni göstərim. İşıqlandırmada dediyim kimi spotlar. Burada qarderobumuz var bu hissədə. Buranı da göstərimsə içərisi də genişdir. Burada demə paltar, ayaqqabı, yəni istənilən əşyanızı tam rahatlıqla yerləşdirə bilərsiniz. Keçək mən sanitar qovşağı da göstərim, sonra mənzilin məlumatlarını və qiymətini nəzərinizə çatdırım. Girişdə daxil olduqda sol tərəfdə yerləşir. Burada dediyim kimi mənzilin sanitar qovşağıdır. İçərisi çox genişdir, rahatdır. Bütün aksesuarlar da hazırdır. Divar için unitaz, yuxarı hissəsində şkaf yığılıb. Əşya yerləşdirmək üçün duş kabinimiz də var, gözəl də moydadır. Dediyim kimi mənzil dizayn əsasında təmin olunub. Ona görə hər bir şey bir-birinə tam uyğundur. Belə mən demək olar hər şeyi sizə göstərdim. Mənzilin məlumatlarını bir daha nəzərinizə çatdırım. Yerləşir Nərimanovda, Qarabağ küçəsində, Təhsil Nazirliyinin arxa hissəsində, Heydər Əliyev mərkəzinə yaxın ərazidədir. Yeni tikili binada bir otaqdan 2 otağa düzəlmə, tam təmirli və bütün mebel və texnika ilə təmin olunmuş mənzildir. Bir otaqdan 2 otağa düzəlmədir. Ölçüsü 68 kvadratdır. 17 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşir və mənzilin start olaraq qiyməti 239.000 manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.